Libo F10'un belini qıracaq 2 turbo Malibu modelindən gedir söhbət. Kodda avtomobil boğulma problemi ilə yaxınlaşır yanımıza. Və qaz veririk, turbo düzgün vəziyyətdə açılır. Görsünüz vəziyyət nə vəziyyətdə oynuyor. Birində yaxşı. Avtomobil 2 turbo 275 at gücü olmalıdır, səhv eləmirəmsə. Avtomobildə boğulma problemi var. Mən mexanikal diagnostik olarak mexanikal turbodan aşıqqa verir. Onun da qaynaqlanma səbəbi nədir əziz qardaşlar? Derim, çoxdan çəkişlərdə yox, bir dənə qəşəng çəkiş edək. Bax, zəhmət olmasa izləyin. Kollektorun deməli bezgeytin qazanı, kollektorun qəpiyini qabağa tərəf hərəkət etdirən zaman havanı tənzimləyir. Və hazır tənzimləyici düzgün vəziyyətdə getmədiyi üçün, bax, görsünüz bezgeytin nə vəziyyətdə oynayır. Bu da nədən qaynaqlanır? Avtomobilin bezgeytinin boş olması ilə qaynaqlanır. Bezgeyt düzgün vəziyyətdə açmır. İrəliyə doğru hərəkət edə bilmədiyi üçün ona görə də avtomobil başlayır boğulma problemi yaşatmağa. Yəni ki, nə turbo dəyişir, nə bezgeyt dəyişir. Bezgeyti sıxırıq, düzəlir. Məndən adətən soruşurlar ki, Chevrolet'in hansı modelini məsləhət görürsünüz? 2 turbo modeli Azərbaycanda demək olar ki, retki manevraların üzərində gəlir. Amma sizin düşüncənizdə 2 turbodursa yanacaq sərfiyyatı çoxdur və 95 atdan tələb edir. Xeyr, 2 turbo bu gövdəyə görə, bu çəkiyə görə ən sərfəli mühərrikdir. Nəyə görə qardaş? Gövdə olaraq ağırdır və arkada məsəl üçün mənim öz maşınımda 1.5 turbo modelidir. Gövdə ağırdır, mühərrik gücü azdır və 95 aktanlı yanacaq ona görə tələb edir ki, mühərrik gövdəni çəkib apara bilsin. Və bu mühərriklərdə isə gövdəyə görə həmən mühərrik qoyulur. 2 turbo və 275 at gücü. Yəni bu F10'un sürəti ilə demək olar ki, bərabərdir və 2 turbo F10'ları mən deyərdim ki, belini qıra bilir. İndi sürənlər daha yaxşı başa düşür. Çünki gələnlər onu deyir ki, mən filan F10'un belini qırdım. Yəni əziz qardaşlar, yəni sözümüz zarafatda deyil. 2 turbo mühərrikləri həm yanacaq sərfiyyatına görə, həm mühərrikin dözümlüyünə görə, həm korobkanın dözümlüyünə görə, həm də